soruşuna baxaq. Deyir ki, ribonukleaza zülalının 124 amin turşusundan ibarət olub bir zəncirlidir. Neçə nukleotid, neçə triplet kodlaşdırır və bu zülalın bir molekulunun sintezi zamanı neçə molekul su ayrılır? En qədər zülal molekulunda amin turşusu varsa, en çıxılsın bir qədər su ayrılır. Deməli, 124 amin turşusu varsa, 123 molekul su ayrılacaq. Və digər tərəfdən bizə deyir ki, nukleotidi tapın. 124 amin turşusunu biz vurmalıyıq 3'ə. Çünki bir amin turşusu 3 nukleotidlə kodlaşır. Vururuq 3'ə. Buradan cavabımız 372 nukleotid edir. Digər tərəfdən bizdən tripleti soruşur. Tripletin də sayı amin turşusunun sayına bərabərdir. O da 124 triplet eləyir. Cavabımız C variantı. 102-ci suala baxaq. Deyir ki, zülalın sintezi zamanı DNT-nin tərkibli fragmentinə, gen sahəsinə uyğun olan hansı kontrtripleti nəqliyyat RNT-ləri amin turşusunu daşımalıdır? Ümumiyyətlə, bunun qısa qaydasını belə deyim. Əgər DNT-nin bir zəncirinə uyğun bizdən nəqliyyat RNT-sini soruşursa, biz uzun həm mRNT-ni yazaq, həm nRNT-ni yazaq, ehtiyac yoxdur. DNT-ni olduğu kimi yazırıq, ancaq timin nukleotidinin əvəzinə urasilləri qeyd edirik. Çünki nəqliyyat RNT-sində timin olmur. Onun yerinə urasil olur. Deməli, bizdən burada T-lərin yerinə U qeyd eləsək, baxsaq, cavabımız deməli Y variantı eləyir. 103-cü sualda da DNT-nin triplet ardıcıllığı verilib və bu ardıcıllığa uyğun gələn nəqliyyat RNT-sini soruşur. Yenə də eyni qaydada olduğu kimi yazırıq, sadəcə timinləri urasillə əvəz edirik. Burada olacaq CAU, GGU, U və AGS olduğu kimi. 104-cü suala baxaq. Molyar kütləsi qram bölünsün mol olan bir zəncirli zülalın 1 molunun translyasiyası zamanı yaranan suyun kütləsini soruşur. Bizə molu veribsə, bir zülalıdakı amin turşusunun kütləsi 110 qramdır. Deməli, M-i bölməliyik 110-a. Biz burada molekulunu tapırıq. Neçə mol amin turşusu iştirak edib. Və amin turşusunun sayından çıxırıq 1-i. Suyun molekul sayını hesablayırıq və bizə kütləsini soruşduğu üçün vururuq 18 qrama. Bu da cavabımız D variantı. 105-ci sual. İnsülin hormonu biri 21, digəri 30 amin turşusu qalğından ibarət 2 polipeptid zəncirdən ibarətdir. Bu hormonun sintezi üçün neçə kodlaşdırıcı triplet lazımdır? Tripletin sayı amin turşusunun sayına bərabərdir. Ona görə də cavabımız 21 üstəgəl 30 olduğu kimi. 106-cı suala baxaq. Bitki hüceyrəsində baş verən hansı proses xlorofilin olmasından bilavasitə asılı deyil? Günəş şüalarının udulması asılıdır. Çünki xlorofildə olan elektronlar həyəcanlanır həmin şüaların təsiri ilə. ATF-in qranlarda sintezi, bəli, bu asılıdır. Ancaq DNT-nin sintezi xlorofildən asılı deyil. Bu nüvədə baş verir. Buna görə cavabımız C variantı. 107-ci sual. Bitki hüceyrəsində baş verən hansı proses bilavasitə xlorofilin olmasından asılıdır? DNT-nin sintezi asılı deyil. ATF-in qranlarda sintezi, bəli, bu asılıdır. Tənəffüs asılı deyil, məlumat RNT-sinin transkripsiyası asılı deyil, zülalların biosintezi, bunlar asılı deyil. 108-ci suala baxaq. Deməli, DNT-nin bir zəncirində nukleotidlərin ardıcıllığı verilib. Bu DNT-nin ikinci zəncirindən sintez olunan mRNT-nin zəncirinin müvafiq hissəsində neçə urasilli nukleotid olmuşdur? Bu birinci zənciridir DNT-nin. Bunun qarşısında komplementarlıq prinsipinə görə DNT-nin ikinci zənciri də var. Və o ikinci zəncir əsasında mRNT sintez olunub. İndi biz bunu qısa şəkildə yazanda eyni ilə bu nukleotidləri yazacaq, sadəcə timini burada urasillə əvəz eləyəcəyik. Ona görə bizdə urasili soruşduğuna görə bir ədəd urasil olacaq. Yəni bu timinin yerinə urasil dayanacaq. Cavabımız Y variantı. Digər tərəfdən mRNT-də nukleotidlərin ardıcıllığı verilib.
və bu mRNA-nin bilavasitə sintez olunduğu DNT zəncirinə komplementar olaraq müvafiq hissəsində neçə timinli nukleotid olar? Yenə də eyni qaydada. Bu mRNA-nin qarşısındakı, yəni sintez olunduğu DNT-nin zənciri tutaq ki, budur. Misal üçün, xətt çəkdiyim xətti. İstəsəz nukleotidləri də ayrı-ayrılıqda yaza bilərəm. Sadəcə siz tez yolunu tapa biləsiniz deyə mən belə yolla getdim. Onun zəncirinin qarşısında da yenidən bu nukleotidlər dayanacaq. Sadəcə urasilin əvəzinə timin olacaq. Ona görə bir ədəd timin. Və yaxud yenə də yazaq. Tutaq ki, sitozinin qarşısında belə deyim, guanin dayanacaq. Guaninin qarşısında sitozin, urasilin qarşısında adenin, adeninin qarşısında timin, sonra guanin və adenin qarşısında timin. İndi bu DNT-nin zənciridir, birinci zənciri. Və bundan öncəki zəncir olacaq sitozin, guanin, adenin qarşısında timin, timinin qarşısında adenin, sitozin, adenin. Burada mən neçə dənə yazmışam? Guanin, adenin qarşısında timin, bu yoxdur. Görürsünüz, eyni ilə burada yuxarıdakinin uyğundur. Sadəcə urasilin yerinə burada timindir. Yəni, biz birbaşa da yaza bilərik. 110-cu sual. Hüceyrədə yağ və karbohidratların tam parçalanmasında ortaq xüsusiyyət nədir? Həm zülal molekulu, həm yağ molekulu, həm də karbohidrat parçalananda karbon qazı üstəgəl su alınır. Zülallarda bunlardan fərqli olaraq amonyak da alınır. Amma burada bizə yağ və karbohidratı soruşduğuna görə su və karbon qazının alınması ortaqdır. 11-ci sualda genetik kod anlayışı hansı terminlə əvəz etmək olar? Bunu tripletlə əvəz etmək olar və yaxud triplet kod anlayışı hansı terminə aiddir? Genetik koda. 113-cü suala baxaq. Deyir ki, hansı tripletin bir nukleotidi urasil nukleotidi ilə əvəz olunarsa, bu triplet karyot orqanizmlərdə amin tuşlarını kodlaşdırmaq funksiyasını itirə bilər. Yəni, stop tripletə çevirilər. Deməli, biz hansının baxaq ki, hansını urasil ilə bir nukleotidin urasil ilə əvəz eləsək, stop tripletlər alınır. Deməli, stop tripletlərimiz DNT-də ATT, AST və ATS idi. Nəqliyyat məlumat RNT-sində UAA, UAQ və UQA idi. İndi buradakı nukleotidlərə baxanda 3 dənə A-nın birini biz əgər U ilə işarə eləsək, UAA stop triplet alınacaq. Burada cavabımız C variantı. 114-cü sual. Hansı tripletin bir nukleotidi adenin nukleotidi ilə əvəz olunarsa, bu triplet eukaryot orqanizmlərdə amin tuşları kodlaşdırmaq funksiyasını itirə bilər. Eyni ilə bu qaydada burada da UAA, UAQ və UQA stop tripletlərdir. İndi baxaq biz birinə deyir adeninlə işarə eləyək. Baxaq buradakı UA'nı, U'nun birini A ilə işarə eləsək stop tripletimiz alınır. Cavabımız B variantı. 115-ci suala. Nə üçün transkripsiya zamanı əmələ gələn polinukleotiddən ribozanın sayı ortofosfat turşusu qalığının sayına bərabər olar? Deməli, transkripsiya zamanı əmələ gələn polinukleotiddə ribozanın sayı ortofosfat turşusu qalığının sayına bərabər olar. Bu polinukleotiddə adenin nukleotidlərin sayı timin nukleotidinin sayına bərabər olduğu üçün. Xeyr. B variantı. Bu polinukleotidin hər bir monomeri 3 riboza, 3 ortofosfat turşusu qalığından ibarət olduğu üçün. Xeyr. Amin turşularını kodlaşdırmayan tripletlərdəki nukleotidlərin riboza və ortofosfat turşusu qalığı olmadığı üçün. Yanlışdır. Bu polinukleotid 2 zəncirli olduğu üçün. Xeyr. Bu polinukleotidin hər bir monomerində bir riboza və bir ortofosfat turşusu qalığı olduğu üçün. Bəli, bu doğrudur. 116-cı sualda.
Bütün avtotrof orqanizmlərin qeyri-üzvü maddələrdən üzvü maddə sintez edərkən yalnız günəş enerjisindən istifadə etdiyini söyləmək olarmı? Xeyr, olmaz. Çünki xemosintez edici canlılar, bakteriyalar, bunlar kimyəvi rabitələr enerjisindən istifadə edir. İndi gəlin variantlara baxar. Onları silirik. Olmaz, çünki onların müəyyən bir qismi bu zaman qeyri-üzvü maddələrin kimyəvi rabitələr enerjisindən istifadə edir. Bəli, bu doğru fikirdir. 17-ci sual. Bütün avtotrof orqanizmlərin xlorofilə malik olduğunu söyləmək olarmı? Olmaz. Çünki onların müəyyən bir qismi xlorofilə malik deyil, qeyri-üzvü maddələrdən üzvü maddələr sintez edərkən kimyəvi rabitələr enerjisindən istifadə edir. Yəni, xemosintez edicilərdən söhbət gedir. 118. Göstərilənlərin hansının az olması fotosintez prosesinin həyata keçməsinə bilavasitə mane olmaz. İşığın az olması, xlorofilin az olması, suyun və karbon qazının az olması fotosintezi azalda bilər. Amma glukoz da fotosintezin məhsuludur. Bunun az və yaxud çox olması fotosintezə maneçilik törətməz. 119-cu sual. Göstərilənlərdən hansının az olması fotosintez prosesinin həyata keçməsinə bilavasitə mane olmaz. Eyni ilə burada alınan məhsula baxmalıyıq. Yəni, oksigenlə üzvü maddənin. Çünki suyun azlığı təsir edər. ATF sintetazanın azlığı təsir edər. Karbon qazı, işığın təsir edər bunlar. 120. Deməli, eyni bir amin turşusunun daşınmasında maksimum neçə cür N-rentezi iştirak edə bilər? Amin turşusunun daşınmasında minimum 1, maksimum 6 eyni nəqliyyat rentesi iştirak edir. Buna görə də bizdən maksimum soruşduğuna görə cavabımız A variantı. 121-ci sual. Zülalın sintezi zamanı ribosomun məlumat rentesi üzərində hərəkət müddəti və sintez olunan zülalın kütləsi arasındakı astlıq qrafiki düzgün göstərilmişdir. Zaman keçdikcə amin turşusunun, sərbəst amin turşularının sayı azalır, zülalın kütləsi artır. Deməli, zaman keçdikcə kütləsi artar. Cavabımız B variantı. 122-ci sual. Ribosomda sintez olunan zülalın kütləsi və bu zaman ayrılan su molekullarının sayı arasındakı astlıq qrafiki bizdən istəyir. Zülal molekulunun kütləsi artdıqca ayrılan suyun kütləsi də artır. Buna görə düz mütənasibdir. Cavabımız A variantı. 123-cü sual. Deməli, cədvələ əsasən X üçün doğru olan ifadələri müəyyən edin. X bir hüceyrəlidir, qidalanması xemotrofdur. Deməli, söhbət bakteriyadan gedir. İndi gəlin, üzvü maddələri qeyri-üzvü maddələrdən hazırlayır. Doğrudur. Sonra, üzvü maddələri yalnız üzvü maddələrdən hazırlayır. Xeyr. Enerji mənbəyi kimi günəş enerjisindən istifadə edir. Əslində, burada xemotrof bakteriyalardan gedir deyə söhbət, xemosintez edici. Enerji mənbəyi kimi kimyəvi rabitələrdən istifadə edir. Bu canlılara siyanobakteriyalar da aid ola bilər. Siyanobakteriyalar fotosintez edici bakteriyalara aiddir. Bizdən xemosintez edici bakteriyaları soruşur. Cavabımız 1, 4. Variantlara baxaq. Burada arda da var. Bu canlılara dəmir və kükürt bakteriyaları aid ola bilər. Bəli, doğru fikirdir. 1, 4 və 6. Cavabımız B variantı. 124-cü suala baxaq. Deyir, Ehlers-Danlos diaqramına əsasən uyğunluğu müəyyən edin. Transkripsiya, translyasiya verib. 5 növ azotlu əsas iştirak edir. Bu transkripsiyada, yəni DNT-dən RNT-nin sintez olunmasında iştirak edir. Cavab 1-ə 1 uyğundur. Sonra, prokaryotlarda bilavasitə sitoplazmada baş verir. Həm transkripsiya, həm translyasiya prokaryotlarda sitoplazmada gedir. 2-ni yazırıq hər ikisinə. Amin turşular bir-biri ilə birləşir translyasiya zamanı. 3, 3-ə uyğundur. Xloroplastlarda baş verir.
həm translyasiya, həm transkripsiya. Çünki xloroplastların özünün DNT-si, RNT-si və ribosomu var. Ona görə 4-ü 2-yə yazırıq. Polinükleotit sintez olunur. DNT-nin bir zəncirinə uyğun olaraq mRNT-nin sintez olunmasıdır söhbət. Bu 5-1-ə uyğundur transkripsiyaya. Ribosomun iştirakı ilə baş verir translyasiya. Cavabımız 1-5 birinciyə uyğundur. 2-4 ikinciyə, 3-6 isə üçüncüyə. Cavabımız B variantı. 125-ci sual. Bitki hüceyrəsindəki sadalanan molekulların hansının hidrolizi nəticəsində nukleotit alınmaz? DNT-nin nəticəsində alınar. mRNT-nin nəticəsində alınar. Ancaq ferment bitki hüceyrəsi dediyinə görə bizdə ferment və nişasta. Biz burada bunu götürürük. Bunlardan alınmaz. %26. Verilmiş qrafiklər hansı proses və ya proseslər üçün ortaqdır? Deməli, bizə verib transkripsiya, sonra verib translyasiya və replikasiya. İndi deyir ki, ayrılan suyun miqdarı artır. Doğrudur. Ayrılan suyun miqdarı transkripsiya zamanı artır. Nukleotit nə qədər çox olarsa. Ferment olduğu kimi qalır. Yəni, istifadə olunsa belə fermentlər olduğu kimi qalır. Sərbəst nukleotitlərin sayı azalır. Bu da doğrudur. ATF-in hidrolizi artır. Doğrudur. Çünki enerji lazımdır transkripsiya zamanı. Deməli, bütün bu qrafiklər birinci ifadəyə uyğundur. Deməli, birinciyə uyğundur. İndi ikinciyə, replikasiyaya baxaq. Ayrılan suyun miqdarı artır. Fermentin miqdarı azalır, olduğu kimi qalır. Ancaq burada sərbəst nukleotitlərin sayı və ATF-in hidrolizi bu uyğun gəlmir. Deməli, cavabımız 2 götürürük. 2-ni götürürük. Üzr istəyirəm, 2-ni götürürük replikasiyada söhbət. Amma translyasiyaya baxaq. Translyasiyada ayrılan suyun miqdarı zaman keçdikcə artır. Doğrudur. Fermentin miqdarı dəyişmir. Bu da doğrudur. ATF hidroliz olunur. Amma sərbəst nukleotidin sayı deyilən bir ifadə işlədə bilmərik translyasiya zamanı. Çünki sərbəst amin turşularının miqdarı azala bilər translyasiyada. Sərbəst nukleotid sayı xeyr, azala bilməz. Deməli, bu üçün sərbəst nukleotid sayı buna uyğun gəlmir. Cavabımız 1 və 2. Cavab D variantı. 127-ci sxemdə bizdən deyir ki, canlılarda gedən bəzi metabolizm prosesləri əks olunub. Verilənlərə əsasən hansı proseslər bitki və çox hüceyrəli heyvanlar üçün ortaqdır? Deməli, glikozadan polisaxaridin alınması. Bu ortaqdır. Birinci. Sonra polisaxariddən glikozanın alınması. Bəli, parçalama reaksiyaları zamanı olur. Və yaxud glikozadan parçalanıb karbon qazı və su alınıb. Doğrudur. Amma karbon qazı üstəgəl su, bu yalnız bitkilərdə baş verən prosesdir. Heyvanlarda bu proses baş vermir. Ona görə cavabımız A variantı. 128-ci sual. Hansı verilmiş xüsusiyyətlərdən ikisinə də sahibdir? Tərkibindəki oksigeni, atmosferdəki oksigeni əmələ gətirir və karbon qazı ilə birlikdə glikozanı əmələ gətirir. Bu su. 29-da deyir, bitki hüceyrəsində baş verən hansı proseslər zamanı hüceyrə daxili suyun miqdarı azalar? Azalar deyir. Glikoliz zamanı su alınır. Bu artır. Bu getdi. Glikozanın biosintezi zamanı doğrudur. Çünki karbon qazı və sudan istifadə edərək glikoza və oksigen alınır. Bu aiddir.
Oksigenli parçalanma zamanı su alınır. Suyun sayı artır. ATF-dən ADF-in alınması, ADF-in yaranması. Bəli, ATF-in üzərinə biz su ilə hidroliz elədikdə ADF üstəgəl ortofosfat turşusu alınır. Buna görə də bu da uyğundur. Zulalın biosintezi zamanı isə su ayrılır. Cavabımız 2 və 4. D variantı. 130-cu sual. En sayda amin turşusundan təşkil olunmuş zülal zəncirinin sintezi zamanı aşağıda soruşulan göstəricilər hansı variantda verilmiş qrafikdə düzgün əksini tapıb? Əmələ gələn su molekullarındakı proton sayı. En sayda amin turşusu varsa, en çıxılsın 1 sayda su molekulu əmələ gəlir və onu da 1 mol suda 10 proton var. Vururuq ona. Deməli, burada peptid rabitənin sayı isə en çıxılsın 1 olacaq. Sərf olunan amin turşularının sayı isə n. İndi bizdən birinci ən yüksək olacaq. Çünki ona vurmuşuq. İkinci en çıxılsın 1. Üçüncü isə n-dir. Yəni, 2-dən 1 vahid böyük. Cavabımız D variantı. Sonra 131-ci sualda. Verilən metabolitik proseslərin baş verdiyi hüceyrə orqanoidləri üçün hansı ifadə yanlışdır? Bu fotosintezdə xloroplastlarda gedir. Bu isə qlikozanın oksigenli parçalanmasıdır. Bütün eukaryot hüceyrələrdə hər ikisi baş verir. Bütün eukaryot hüceyrələrdə xeyr. Çünki fotosintezin qlikozanın alınması yalnız bitki hüceyrələrində baş verir. Deməli, bu ifadə yanlışdır. 132-ci sual. Qrafikə əsasən doğru cavabı müəyyən edin. Deməli, bizdən ardıcıllığı soruşur 132-dən. Burada ən çox deməli, gen, DNT, kodon, xromosom, nukleotid. Birinci nukleotiddir. 4. Sonra kodondur. Sonra gendir. DNT'dir və xromosomdur. İndi ən çoxu bizdə deməli ardıcıllıqla seçməliyik də. A-ya aiddir xromosom. Ən böyüsü 2. B-yə aiddir, D-yə aiddir. Deməli, xromosomdan öncə yerləşmişdir DNT. 3. Sonra ondan aşağıda yerləşir C. DNT-də yerləşir genlər. Deməli, C-yə gen aiddir 1. Sonra E-yə aid olacaq genlərin tərkibində kodonlar var, tripletlər. 5. E-yə 5. Qaldı bizdə B. B də dedik ki, nukleotiddir. 4. Cavabımız B variantı. 133-cü şəkil. Şəkildə zolal sintez edən polisom qrupu göstərilmişdir. Verilən fikirlərdən hansı doğrudur? Deməli, bir dənə məlumat elentesi daxil olub ribosomlara və hər ribosom eyni növ zulalı sintez eləyəcək. 4 molekul, 4 ribosom olduğuna görə 4 molekul zulal sintez olunacaq və 1 növ. İndi deyir ki, şəkildə polisomda müxtəlif növ, müxtəlif ribosomlar eyni növ zulal molekulunu sintez edir. Bəli, bu doğru ifadədir. B-yə baxaq. Bir ribosom eyni anda bir neçə eyni növ zulalı sintez edə bilər. Bu yanlış fikirdir. mRNA-nin üzərindəki hər ribosom sintez olunacaq bir zulalı müxtəlif hissələrini sintez edir. Xeyr. Çünki bir mRNA-si var. Hər birinə bu daxil olub. Ona görə eyni növ zulalı sintez edəcəklər bunlar. Tək rəqəmlə işarələnmiş ribosomlar müxtəlif növ zulalı sintez edir. Yanlışdır. Bir mRNA-nin üzərində eyni anda müxtəlif növ zulalılar sintez edən ribosomlar ola bilər. Xeyr. Bir mRNA üzərində yalnız bir növ zulalı sintez olunur.
134-cü sual. Eukaryot bir canlı hüceyrəsində A prosesi zamanı X mol su ayrılıb. A DNT-nin ikiləşməsidir. Yəni bir DNT zəncirindən digəri sintez olunub molekulundan. B-də isə mRNA sintez olunub. Bu artıq transkripsiyadır. B prosesi zamanı nə qədər su ayrılar? Deməli, X molekul əgər A prosesi zamanı X molekul su ayrılıbsa, burada da X-in yarısı qədər su ayrılacaq. Cavabımız C variantı. 135. Xemosintez edici və fotosintez orqanizmlərin istifadə etdiyi ortaq maddə. Kükürt deyil, çünki xemosintez edicilər istifadə edir, fotosintez edicilər yox. Amonyak deyil, yalnız xemosintez edicilərə aiddir. H2 hidrogen sulfid, bu aiddir fotosintez edicilərə. Oksigen, bəli, hər ikisi istifadə edir. Niyə? Çünki fotosintez edici orqanizmlər ətraf mühitə oksigen, həm də tənəffüs zamanı oksigendən istifadə edirlər. Xemosintez edicilər isə oksidləşdirici reaksiyalarda oksigendən istifadə edirlər. Qeyri-üzv maddələri oksidləşdirmək üçün, enerji almaq üçün istifadə edirlər. 136. X prosesi hansıdır? Transkripsiya, translyasiya və zulav. 137-ci sual. Fotosintezin işıqlı fazasında, deməli, ATF əmələ gəlir, oksigen əmələ gəlir. Fotosintez bir də əmələ gəlir, deməli, hidrogen protonları. Çünki potensiallar fərqi yaranır. Qaranlıq fazasında əmələ gəlir glikoza, glikoza. Cavab C variantı. 138-də prosesdə istifadə olunan maddələrə uyğun